11 Yanvar. Bu tarix təkcə bir ad günü deyil. Bu tarix sözün nəfəs aldığı, misranın ürək kimi döyündüyü bir gündür. Bu gün Azərbaycan ədəbiyyatının dəyərli şairlərindən biri Nəsir Qədirlinin doğum günüdür. Nəsir Qədirlinin yaradıcılığı sadəcə şeir deyil, onun misraları insanın iç dünyasına açılan pəncərədir. Onun sözlərində vətən var, insan var, sevgi var. Sükutun da danışdığı, kədərin də ümidə çevrildiyi bir poeziya dünyası var. O sözü bəzəmək üçün yox, sözü yaşatmaq üçün yazan şairlərdəndir. Oxucunu düşündürən, duyğulandıran, bəzən susturub, bəzən də içdən içə danışdıran bir qələm sahibidir. Bugün biz yalnız bir şairin yox, sözə sədaqətli bir insanın ad gününü qeyd edirik. Hörmətli Nəsir Qədirli, sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirik. Çoxsaylı oxucularınız olaraq arzu edirik ki, qələminizin mürəkkəbi tükənməsin, ilhamınız bol olsun, sözünüz daim işıqlı olsun. Yazdığınız hər misra oxucuların qəlbində iz buraxsın. Yaradıcılıq yolunuz uzun, sağlamlığınız möhkəm olsun. Ad gününüz mübarək olsun şair. Sözünüz yaşadıqca siz də yaşayacaqsınız.